Videodan əvvəl dipnotdur, nədir ondan keçim. Səsim çox az gəlib videoda, onun üçün üzürlü sayın. Gələn video hamısı düzəldiləcək, qrafikada pis olub. Neyse. Sen başla. Mən başlayayım. Başla. Hamıza salam dostlar, bugün YouTube kanalımızın ilk videosudur. Hələ kanalın adı bilinmir. Giriş üçün çalışıb çabalamışıq. Bir də başdan alaq, qaqa mən səhvliklə beni Brawl Stars'dan Hamza gülmeyin, öldürərəm sizi. Bana kulağımda düştü gözü. Sen danışdın. Susun. Hamıza salam dostlar. Davamı gəlmədi deyə. Hamıza salam dostlar. Bugün YouTube kanalımızın ilk videosundayıq. Heç kanalın adı, videonun adı bilinmir. Sadəcə oynayacağıq. Məncə gedək. Hazıram ben. Ne izliyorsun abi? Konuş artık. Sağ ol. Salam aleyküm. Sen tanıdan da salam verirsen. He? Çok mu komik? Yüzüme Brawl Stars təzə başlamışam ama əvvəl də oynamışam. Bu qədər. Onu tabii. Alice, neçə yaşın var? Nə qarsan, neysə, sən indi... Allah, benim adım Ali, soyadım Kərimli. Deputatam. Adım yaşım 12'dir. Gir. Devam elə. Öyle. Hər ikisi sinif yoldaşım, həm dostum, həm qardaş, həm sirdaş. Hər şeydən bir şey var da. Belə bizdə uduzdur. Bunların üzərlə nələt. Söyməyi bizi önəmli rica edirəm bunların hər ikisini. Tamam kardeşim. Qaqa danışasınız ya, yox, boş bekar otur ha. Ne diye? Nəsə deyin də, nəsə də danışın. Mesela Söhbət olsun. bildiniz de bugünlerde Türkiye'de olub. Bir tane uşaq müəllimi zad vurub. Məktəbə silah satıb. Məncə şərəfsizlikdir həqiqətən. Yəni gör beyin nə qədər getsin ki, o eləyəsən də. Deyəsən, uşaq, oğlan, o birisiləri Səsin getdi, bir də de. o birisi sinif yoldaşlarını öldürəndə Hə, özünü də öldürür. mən heç onu bilmirdim, ay təzə xəbər. Hələ atası da köhnə polisdir. Əli, sən təksən. Bir də ki, yox mən amma. Bir də ki, bu türklər, Türkiyəlilər çox şeylə zarafat edir. Bu Amerikada lisə söhbəti oldu. Bir dənə qaqaş girdi silahla saldırı elədi neçə nəfərə. Ondan zarafat edirdilər. Axırda gülmə qonşular gələr başqa söhbəti oldu. Başqa necə xəbərlərimiz var? Başqa Bir dənə də məktəbdə olmuşdu ya, ondan əvvəlki gün. şeydə ondan sonraki günü Ondan sonraki gün. şeydə bilmirəm, Türkiyədə hansısa bir şeydi, uşaqlar dava edirdi, bufetdəki yeməklərin qiymətinə falan görə müdürlə zad böyük siniflər, liseydə idi hansısa deyəsən, Heç bilmirəm. bilmirəm mən baxam. Mən çox da Mən də siyasətlə bilmirəm. maraqlanmıram. Belə maraqlı da gəlmir də. Öləsən Murad, cəmasız sürə qas. Bu arada məktəb ilə qurtardı ya. Yəni mənə görə təzə başlamışdıq. Çox çətin oldu həqiqətən ev tapşırıq zadı. Bu düsturlar. Çox ürək sıxdı. Əsas da fizika zad ondan tutdular biraz çətin. Fənlər. Eləsən. Çətin deyildi. Kimya çətin olmama səbəbi müəllimimizin yaxşı olmalıdır. Dediyim kimi biz sinif yoldaşıyıq. Ona görə hər birimizin müəllimi eynidir. Yəni müəllimədən çox şey asıldı. Məsələn mən tarixə çox həvəsliydim. Tarix keçməmişdən əvvəl. Tarix müəlliməmiz o qədər soyutdu ki, yəni heç kimin həvəsi yoxdur da. Bu saniyə tarix oxuyan 2-3 dənə uşaq var. O da ki, yəni
həyatlar sadəcə oxumaqdan ibarətdir də. Məncə elə də yaşamaq olmaz. Həyatın hər şeyindən biraz belə türklərin bir sözü ilə deyim, tadmaq lazımdır da. Amma məsələn, Məncə də. yaxşı müəllimələrimiz olan dərslərimizdə həqiqətən məncə ideal olaraq oxuyuruq, aksilik. Siz necə bir fikir bildirirsiniz bu söhbətə? Məncə də düz deyirsən, yəni. Elə Müəllimə yaxşı olduqca dərs də yaxşı oxuyarsan. İndi uşaqdan da asılıdır ya o sözsüzdür. Bir yəni uşaqdan nə asılıdır? Məncə diqqətin əgər başqa şeyə yönəlsə, məsələn, müəllimənin gözünə baxıb başqa bir fikrə gedib onu eşitmirsənsə, sən o şey deməli səndə yoxdur. Ya da dinləməyə çalışırsan, görürsən alınmır, səndə yoxdur. Amma gec deyil də, anlamaya çalışmalısan axır əvvəl. Hə. Əgər ailən maddiyyat olaraq pisdirsə, onlara kömək olmalısan. Əgər maddiyyat olaraq yaxşıdırsa, onların sənə verdiyin 2-3 qatını onlara verməlisən. Ailə borcudur təbii ki də, amma məncə yenə də sən də borclusan da onlara bir şeylər. Çabalamaq lazımdır. Yəni ver yeyim, ört yatın, gətir yanılıq olmaz. Olmadı da elə. Biz yenə öldük. Olar elə şeylər. Uşaqlar, belə kuklaxanaya baxmırsınız? sağ ol, bilmədən sözüm. Biraz səsli danışsan daha yaxşı olar. Gülməkdən sıyrılıram. Mən belə deyim də, əvvəl çox gülürdüm həqiqətən. Son bu 1-2 bölümdə söyləşə Axır vaxtlar məsəl. Hə, axır vaxtda çox da güldüm. Mənə görə o nağıl saatı olmamalıdır ümumiyyətlə. Mən də Yəni, çox hər nə qədər xoşlayıram. qurtarmaq istəyirlər, fəsadlıqla zaten güldürmək istəyirlər, amma yenə də alınmır o. Ya o deyil də. O deyil, həqiqətən o deyil. Əvvəlki kuklaxana deyil, amma yenə də izlənər. Qaqa, biraz da siz söhbət açın da. Nə yapayım? Belə həyat necə gedir uşaqlar? Əli öyle. Yəni yaxşı gedir. Əli də Axır vaxtlar xəstələnməsəydim yaxşı olasıydı, amma yenə də yaxşı. Oy Allah. Uşaqlar, sizdən dəstək gözləyirəm. Videolarımızı izləmək, like atmaq, komment atmaq. Yəni biz təzə YouTuberuq və yaxud YouTuber olmağa çalışanıq deyə kommentdə tərbiyəsiz deyələməyin. Qısacası. Çox mu sərt oldu uşaqlar? Yox. Üzr mü istəyim? İfşa videosu. Murad, bəlkə qasasan qanı. Halaldır, əllərinizə sağlıq. Cidden. 10 nəfəri öldürmüşəm. Qozumaki apteklərdə reseptsiz buraxılır. Mənim? Boyum olsa da 1.50 səni qaldıraram yuxarı 1.50. Mən bunu deyə bilərəm ki, uşaq vaxtı mən çox random timlərlə oynadım da. Məncə, yəni çox da yaxşı oynamırdılar. Yəni balaca bir uşaq, əsəbləri gərgin. Çox əsəbləşirdim. Siz heç belə yaşamısınız, yəni başqa insanlar. Mən məsələn tək hesablaşma deyə bir şey bilmirdim. Ancaq çift hesablaşma bilirdim də. Mən də eləydim. Mən o vaxtda tək hesablaşma heç oynayamırdım. Mən heç bilmirdim, belə deyək də. Amma Mən girdiyim an ölürdüm. Çox prolar gəlir. Əvvəl məncə Brawl Stars çox maraqlı idi. İndi istəyirlər biraz modernləşdirsinlər. İndiki belə deyək də insanlara hitabən olsun. Amma biz biraz köhnədə oynadığımız üçün bizə hitabən deyil. Bizim oynadığımız vaxtlarda savaş kutusu, böyük kutu, mega kutu vardı. Başqa da heç nə yox. İndi Brawl pasından tutmuş, o pasından, bu pasından. Mən aslında Əvvəl də var idi, amma yəni belə deyildi də. şey başa düşmürəm. Formatı deyil. Ay Sübü, qaqaş üçümüzü də dalbada öldürdü. Hə. Hə. Məncə
Məncə. Deyəcəyim yadımdan. Səncə? Bırax. Onda Muraddan bir mahnı gələr. Muraddan bir mahnı gələr. Gəlməli də. Yox. Uşaqlar, belə həyatda hobiləriniz var. Biraz danışın da qaqa. Bu həqiqi establish. Telefon oynamaq Aha, birincisi. xəstər olub. İkincisi YouTube'a baxmaq. Üçüncüsü bayıra çıxmaq, belə gəlmək. Mən də məsələn. Dördüncüsü nadir hallarda da olsa mahnı dinləmək. Sağ olun. Nətər? Dostlar sizə sağ olun. Kram. Hə, sağ ol. Hepsinde sağ olun. Bir belə deyək də oyunçu daha aramızdan getdi. Oyuncu 456. Elendi. Əli davam elə. Dördüncü olaraq nadir hallarda da olsa mahnı dinləmək. Ən sevdiyin Başqa. Ən sevdiyin mahnıcı kimdir onda? Mahnıcı adı yadımdan çıxıb. Luis Fonsi idi, nə idi? Kim? Luis Fonsi. Çıxış eləyə Murad çıxdı. Luis Fonsi tanımıram. Türkdür, ingilisdir. Despacito yazar da. İndi bu ilk videomuz deyə hələ bilmirik insanlardan necə reaksiya alacağıq və yaxud videomuz izlənəcək ya yox. Yəni bunun da belə deyək də baskısı var. Ona görə çox da aktiv deyilik. Həm də yorğunuq. Mən öz hobbilərimi deyim. Məktəbə getmək. De. Əslində bu hobbi deyil, Wow. məcburiyyətdir. Gəlirəm, əgər həftə içi bəzi günlərsə məşq, sonra gəl yorğunçuluqdan öl. Əgər məşq yoxdursa, birinci gəl, bir saat azada əynimi güzbala ilə dəyişirəm. Belə deyim, mən biraz asosiyalam. Əynim üstümə nə oldu? Əynimi dəyişirəm. Yemək, sonra kompüter açıram, Fiverr girirəm. Fiverr bilmirəm, bilən var ya yox. ETA 5-in elə bir belə modlanmış multiplayer versiyasını. Multiplayerdə çox oyuncu olur. Eşitmişdim elə bir şey. Nətər? Elə bir şey eşitmişdim elə bir Biz şey. deyirik, çox bax sənin yanına. Belə əgər Fiverr-dən maraqlanırsınızsa, belə sizi bəzi sunuculara dəvət edə bilərəm. Çox şad olaram sizdən tanış olmaq izləyicilərimlə. İnşallah bu video gözəl izlənər. Başqa nə deyə bilərik görəsən? Heç ünlü biri ilə qarşılaşmısan? Ünlü biri. Bir dənə Azərbaycan YouTuber var idi. Qəşəng. Blogger onunla qarşılaşdım. Kim? Qaç. Ay, nə edirsən? Yadımda deyil. Yadımda deyil. Mən türk biri var idi, YBŞ-gillə dostuydu. Adını xatırlamıram, amma Aslanla əlaqədar bir şeydi. Saçı biraz uzun idi. Hələ dostluq istəyəcək atmışdım, oyununa girmişdim. Mən bir neçə dəfə oyundan olmuşam. YBŞ-gillə zatla da olmuşam deyəsən. O da şeydə VS edirdilər. Onların bir ara kontenti var idi. Maksimum yük götürmə enerjidə. O videoların birində deyəsən mən də var idim. Öldü. Mən nəsə Brawl Stars həqiqətən mənim üçün deyərdim geri qayıtmaram da kitab bağlanmışdı. Amma son vaxtlar dəhşət sarıb. Bugün hətta yəni 1000 kupaya qədər toplamışıq. Düzdür, Əli yanımıza deyil, təəssüflər olsun. Aha. Ozbir. Tutarsın payımdan pisi. Cum. Vuramadım. Gəlirəm. Qəşəngsən, udun. Yeni bir videoda görüşmək ümidi ilə sağ olun, sağlıcaqla qalın.